Bəli, müəllim. Yaxşıdır. Yaxşı networkinglərimiz yaranıb. Bəli. Çox sərgiyə getmişəm. Mən əvvəllər sərgiyə onunla gedirdim ki, yəni texnoloji olaraq çəkmək üçün. Bloger kimi gedirdin, amma burada Bloger artıq gedirdim. iştirakçısan. Orada networking elədiyin ərazi daha çox, elədiyin insanlar daha çox media, blog, media yaradıcılığı da olan insanlardır. Burada isə birbaşa biznesin içərisində olsan. Elə bu çəkilişdən öncə bir hadisə yaşandı. Adam enerji mənbəyi axtarır, türkdür. Və biz əlinin powerbankını veririk, inşallah qaydar. Satmazlıq olurdu. Amma əlaqə yaranır kimlə? AWS adlı, bu Amazonun bir şeyidir. Sən bir startup eləyəndə sənə bir cloud lazım olur, backend'in yerləşdirilməsi üçün lazım olur. Bunlar hamısı pul aparan şeylərdir. Sağ olsun Ramin də aktiv iştirak edir deyə bütün texniki məsələlərimizdə. O qədər sual verdi ki, mən nə bilim, mən sadəcə founderam, yəni. PO-yam, bu da satış meneceridir. Yəni elə texniki sual verir. ABŞ-da bir ara bu çox böyük həcmdə ixtiraların çıxdığı ərəfə, bu Yahudilərin ora köçməyi və s. Orada çox böyük bir elmi bina boşaldılar və bu adamları yığırlar ora. Çox fərqli adamlar, fiziklər, kimyaçılar, nə bilim nələr. Fərqli departamentlər başlar işləməyə ki, hal-hazırda ABŞ universitetlərinin biraz formatı da o qaydadadır. Bunlar təsadüf əsəri bir-birləri ilə görüşür, təsadüf əsəri yeməklər yeyir, təsadüf əsəri söhbətlər eləyir. Düşünürəm bizim o təsadüf çatışmazlığı var bir çox ekosistemdə. Yəni mən çox əminəm ki, Qurban Qurbanov təsadüf əsəri bir Braziliyalı futbolçunun oyununu görmür. Yox. Çox əminəm ki, bizim startuper gənclər təsadüf əsəri onların işinə marağı olan adamlarla təsadüf əsəri rast gəlmir. Bu təsadüflərin gücünü biz çox praqmatik yanaşırıq. Hərdən deyirlər, Azərbaycan cəmiyyəti ateist cəmiyyətdir də, inancları nisbətən zəifdir, içki içir və s. Mən düşünürəm, yox, bizim xarakterimiz çox dindar xarakteridir. Biz ateizmi lazım olan yerdə istifadə etmirik, o biri yerdə istifadə edirik. Yəni hər şeyə praqmatik yanaşmaq, hər şeyin biraz ola bilməyinin qarşısını almaq məsələsi şeydir. Təsadüf də olmalıdır da həyatda. Burax, özü sənin qarşına çıxa bilər. Və adətən bir də fikrimi də sonlandırım. Belə yerlərə gəlmək yaxşı təsadüf şansını sadəcə olaraq artırır. Təsadüf şansını artırır. Və bura çox bahalı stendlər deyil. Bəli. Mütləq şəkildə İnnovasiya Agentliyi əgər bəlli bir büdcə ayrılırsa və onlar da bəlli bir işlər görürlərsə ki, qanunvericiliyi dəyişirlər, mən başa düşürəm, onların çox daha çətin məsələləri var, hüquqi, bürokratik və s. Bəli. Mütləq belə yerlərdə Azərbaycanlı gənclər üçün stendlər olmalıdır. Mən bizim üçün demirəm, amma biz bir formada indi gəlib çıxırıq bura. Amma gənclər üçün olmalıdır stendlər. Biz stendlərin qiyməti o qədər bahalı deyil, düz deyirsən. Zaten qeydiyyatdan keçəndən sonra sənə endirimlə stend verirlər. Daha sonra sənə bir dənə kod verirlər, o kodla pulsuz daxil ola bilirsən və bu bütün tədbirlərə daxil olmaq imkanı verir. İkincisi, sənə imkan verir mentorlarla görüşə. Məsələn, bu çəkilişdən sonra mən bir mentorla görüşəcəm, ondan bir mentorluq almaq istəyirəm. Mən istəsəydim həmin o xanımla görüşmək üçün və mentorluq üçün bəlkə də yarım saatına 1500-2000 dollar. Birinci evdən icazə almalısan, sonra 2000 dollar pul verməlisən, online, offline fərq eləməlisən, ondan o mentorluğu almalısan və s. Və ya burada çox böyük belə venture, MENA regionunun venturelarının yaradıcıları, founderları və ya üzvləri var. Sən o investordan, hansı ki əlində milyardlarla dollar pul buradan bura gedir, buradan bura gedir. Sən onunla necə görüşə bilərsən? Sənin şansın yoxdur da görüşməyə. Adi həyatda yalnız şans əsəri, kiminsə qohumu, tanışı vasitəsilə lift pitch deyirlər də, liftdə üz-üzə gələrsən, tanıyarsan, backgroundunu bilərsən, ondan sonra ona pitch eləyə bilərsən. Amma burada sənə bir şans yaranır ki, dostum, əgər sən görüşmək istədiyin adamın backgroundunu bilirsənsə ki, appdə bütün onların hamısının backgroundu yazılır.
bilirsənsə və sənin ideyaya uyğundursa, sən bilirsənsə ki, bu buna pul yatırandısa, sənə imkan verir onu görüşməyə. Adamlar da çox qəribədir, o appdən istifadə edirlər, mesajda yazırlar, görüş vaxtını təyin olur. Yəni Doha ilə bağlı mesajlar gəlir sənə? ha, gəlir. Nə Tap qədər baxaraq, mesaj çox mesaj gəlir. Yəni insanlar orada məsələn əlaqə yaradırlar. Ola bilsin başqa bir startap olur. O deyir ki, gəlin sizlə bir sinerji eləyək, birləşək. Sizə bir şey deyim. Məsələn, növbəti il Step ID-yə gəlmə məsələsi olsa, biz məsələn məmnuniyyətlə Step ID ilə bağlı təcrübələrimizi, daha yaxşı nə edə bilər sizi bölüşə bilərik. Məsələn, stend ətrafında stenddə keçirdiyim vaxtla gəzmə vaxtının arasında müqayisə edəndə gəzdiyim vaxt çox daha dəyərlidir. Məncə belə şeyləri də mərkəzi stend ola bilər. Təcrübə bölüşmək lazımdır mütləq Mərkəzi şəkildə. stend ola bilər. Yəni Azərbaycan stendi dediyimiz bir stend. Ki yəqin ki bunu ediblər. Azərbaycan tərəfindən startaplara gedib innovasiya agentliyindən belə xəbər portallarında press relizlər paylaşılıb. Bunu olmamış deyil. Yəni belə bir təcrübələri də var. İndi biz burada ilk dəfə davamlılıq lazımdır da. Bir dəfə davamlılıq önəmlidir. Üçün bir dəfə eləmək biraz bir mənalı olaraq davamlılıq önəmlidir. Davamlılıq Məsələn, Web Summit-də spikerlərdən biri PixArt-ın yaradıcısıdır, ermənidir, milyarderdir. Bu adamın çıxış edəcəyi bir yer var. Təxmini Web Summit qatardan bir təxmini 3 erməni startapı var, hansı ki press-sitdə və sitdə deyirlər, artıq pul qazanırlar onlar. Bir misal çəkim, indi çoxsu soruşacaq ki, Turalın qolundakı nədir? Məndə Whoop-dur. Whoop Web Summit Lissabondan çıxıb. Onlar ilk olaraq şeydə olublar, Web Summit Lissabonda olublar, stendləri olub. Belə bir cihazımız var, amma bunun əsas üstünlüyü nədir? Olub nə? Bunlar bir cihazı istehsal ediblər, orada təqdim olunublar və mən bu il Web Summit Lissabona gedəndə böyük fəxrlə yazmışlar ki, Whoop, nə bilim, bazar dəyəri bu qədər bizdən çıxıb. Və bizdən çıxıb məsələsi Azərbaycan üçün çox önəmlidir. Yəni bizdən nə çıxıb? Səncə bizim iqtisadiyyatımız qeyri-neft sektoru ilə bağlı səmimidir? Yox. Mart Aşağı ayında yuxarı 12 gün tətil verən iqtisadiyyat necə səmimi ola bilər? Yox. Orada qeyri-neft sektorunda ki, aşağı yuxarı hamısı dizel yanacağından, yanacaqdan və onun ətrafında baş verən proseslərdən asılıdır. Bu da tam normaldır ya. Yəni buranın, tutaq ki, ərəb ölkələrinin əsas sektoru neft sektorudur. Amma o sektordan olan pulu hara yatırıblar və effektiv idarə etmədən söhbət gedir. Yəni menecment məsələsi var. Azərbaycandan nə çıxıb məsələsi mənim üçün çox vacib sualdır. Səninlə bu günlərdə danışdığım məsələn, türklər sən deyirsən ki, çox qısa müddətdə exit edirlər və hamısında unicorn olur. Amma türkdə olmur da o unicorn. O unicorn türk olmur. Çünki onu sadəcə satır və gedir. Microsoft Dynamics-in modul demək olar ki, bütün məhsullarını türklər verir. Amma Microsoft-da exit ediblər. Məsələ odur. Bu gün biz təxmini bu 2 gün ərzində, sərgidə olduğumuz 2 gün ərzində təxmini 5 türklə mən görüşmüşəm. Britaniya mərkəzli şirkətdir. İndi bu AWS şirkətidir. Həm müamiləli var idi. Hə. Yəni müxtəlif belə də kateqoriyada olan adamlarla hava satan var. Yəni əhval-ruhiyyə satan var. Konkret olaraq məsələn bizim bu Green Public-la bağlı karbon izinin ölçülməsi ilə bağlı olan bir təşkilatdır. Onlar bizlə sinerji olmaq istədilər. Baxırsan ki, bu və ya digər formada, yəni bu xalq, bu toplum, bu cəmiyyət və bu coğrafiya istedadsız deyil. İstedadlıdırlar. Amma hardasa bəlkə də tez varlanmaq istəyi, yəni long term deyil də, short term. Yəni 2 milyon verirəm sənə, sat bunu. Okay, satım. Mənim Qərbdə yaxşı, bahalı məktəblərdə və universitetlərdə talent menecerlər olur. Talantların idarə edilməsi. Yəni bu talantı idarə etmək lazımdır. Bir adam tək başına çox talantlı deyə bir yerə gəlib çıxa bilməz. Mən necə düşünürəm? Mən burada təsəvvür etdiyim və ya getdiyim sərgi təcrübələrim nədir? Yəni təxmini 8 illik sırf təcrübə olaraq sərgilərə getmişəm. Bu mənim ilk stend təcrübəmdir. Bundan sonra biz Dohaya gedirik də. 8 ildə gördüyüm nə idi? Burada texnologiya və avtomobil sərgiləri də daxil. Texnologiya sərgilərində nə gördüm? Böyük bir stend idi. Bu stendin içərisində, yəni dövlət stendlərindən söhbət gedir. Mərakeşdir və ya nə bilim Portuqaliyadır.
startapları var. Amma o startapları idarə edən, menec edən, əlaqələndirən, otur burada, bunu de, videosunu çəkən əlaqələndirici menecerlər var. Bu dünən də bir fondla bağlı sən görüşdəydin və orada sənin fondunda nə baş verirdi? Bir startaplarını gətirirdilər, video çəkdirirdilər. Dubayın ən məşhur NBC kanalı var. O kanal üçün reportaj hazırladılar. Fondun olduğu stendin arxasında isə həmin fonda daxil olan startaplar idi, sırayla dayanmışdılar. Fikir verirsən, yəni adamlar özləri də danışırlar proyektləri haqqında, kimsə onları əlaqələndirir də. Biz 4+1 Clean akseleratorda olanda, yəni B2B idi, hamı götürdü türklər özünküləri, başladılar, dank, sən buna yaxınlaş, sən buna. Axırda özüm yaxınlaşdım bu Sokar Türkiyə nümayəndəsi, o da calaşdırdı Sokar Azərbaycana da. İndi biz onlarla danışmalıyıq ki, Sokar bizim layihədə... Özləri orada görüşərdilər də. Bizim... Hə də, o türklər, burada türk investorlarla niyə görüşürdülər ki? Yəni orada görüşə bilərdilər də. Yəni biraz mən şey eləmirəm, onsuz da Clean akselerator və ya dayanıqlı inkişaf, təbiətin dayanıqlı inkişafı şeyləri, startapları çox çətin startaplardır. Birincisi maliyyəni az cəlb edə bilir, çünki ROI-si azdır. İkincisi məhsul yaratmaq çox çətindir. Mən o məsələnin biraz daha şey tərəfindənəm. Mən məsələnin biraz qıcıqlandırıcı tərəfindənəm. O Azərbaycana heç bir dəxli olmayan, işbirliyi tutsa Azərbaycanda bir qəpik belə faydası olmayacaq startaplar bizim vergilərimizin işığı, elektrik işığı altında görüşdülər türklər bir-birləri ilə. Görüşsünlər. Yəni türklərin sevincinə sevinməyən ölsün. Yəni necə deyim ki, yox, vallahi biz hamımız Turan, zat. Vallahi, okey, amma məsələnin bir də Azərbaycan tərəfi var axı. Biz niyə çıxartmırıq da? Yəni məsələn biz Azərbaycan bizdə maraqlı bir dənə məqam. Təxmini biz 1 ildir ki Green Public edirik. Daha çox onun funksionallıq və kod məsələsində idi və mən davamlı olaraq akselerasiya proqramlarına göndərirdim də. Yəni bizim akselerasiya proqramlarından əsasən yox alma səbəbimiz bu B2C olduğuna görə dövlət tərəfində sən bunu qoşulmalısan. Qoşulmasa bu proyekt işləmir. Yəni bu çox belə bəsit bir şeydir də. Öz-özünə gedib ağac əkə bilməzsən. Yəni dövlət olmasaydı ağac əkmənin içərisində biz bunu işlətməyimiz 2x2 idi. Yəni 6 aya buraxardın, insanlar gedərdilər, ağac əkərdilər, amma təbii ki, şəhərsalma, ağac əkimi şəhərsalmanın içərisində olduğuna görə burada bir dövlət olmalı. Dövlətin işini asanlaşdıran bir pəncərə sistemidir. Bu müddət ərzində sən investora, sən özün də görüşlərdə olmusan da, onlayn görüşlərdə olmusan, investorların qabağında çıxış eləmirsən və s. Birinci sual odur ki, nə vaxt işləyəcək? Cavabımız ondan ibarətdir ki, biz bürokratik əngəli aşan kimi. Və biz startup şəhadətnaməsi almışıq. Mən orada çıxış eləmişəm. Təxmini dəqiqə yarım, 2 dəqiqə mənim vaxtım gedir. Bu şeylərin içərisində zəncir bir-birinə elə bağlıdır ki, sən Azərbaycanda investisiya almaq istəsən belə, produktun işləmirsə, məhsulun işləmirsə, sən investisiyanı ala bilmirsən. Xaricdə başa düşürəm. Azərbaycanda niyə belədir, bunu başa düşə bilmirəm. Misal üçün, böyük bir holding var, bir nəfərin də ideyası var ki, emal etdiyin, istehsal etdiyin, tutaq ki, bir şeyi biz ikinci əl məhsula çeviririk. O da deyir ki ona, ged onun bir dənə istehsal edə baxım görüm, necə eləsin? Bizdə axı bankların tamamilə haqlısan. Startup krediti deyilən şey yoxdur banklarda. Banklar təhsil mərkəzi qurur. Sənin tətbiqin işləmir. Sən kartından kartına pul vururam, komissiya tutursan. Böyük ehtimalla Visa ilə ya da Mastercardla normal danışa bilməmisən deyə məndən komissiya tutursan. Sənin ölkənə qayğın, vətəndaşına qayğın olsa məndən komissiya tutmarsan 0.25%. Bəli. Yəni bu işi buraxırlar, enerji məhduddur. Bu enerjini götürüb təhsil mərkəzi açırlar. Bax böyük banklara, innovasiyanı təhsil. Sən təhsil işində nə işin var? Get General Banking ilə məşğul ol. Sən get bankla məşğul ol, qoy təhsil mərkəzi böyüsün. Təhsil mərkəzinə... O sənə versin də. Hə, nə bilim, sonra nə event açılır. Agentlik açır holdinglər. Sən agentliyi niyə açırsan? Bax, burada nə qədər fintech var? Agentliklər inkişaf eləməz. Sən fintech komandaları qurub
Deyirsən ki, gedin ideya tapıb. Hə. İdeyanı biz nə bilim support, sən ideya sən qıraqdakı ideyanı support eləməlisən. Bilsən hara gəlir? Məhsul almalısan. Yenə kökü gəlir bizim gen yapımıza. Xanlıqlardır. Filan holding xanlığı, filan şirkət qurumu xanlığı. Bax xanlıqların axırı necə oldusa, Hə. bunlar da bir formada bizim axırımızı o formada gətirəcək. Ümumi olaraq Kommunikasiya yoxdur. ümumi olaraqsa kommunikasiyanın olmaması nəticəsində də sektor əziyyət çəkir. Bax burada nə qədər fintech var. Yəni təxmini mən saydığım bir 70-ə 80-ə yaxın fintech var. Hərəsi ayrı-ayrı məhsul təqdim edir də. Təhlükəsiz cüzdan, təhlükəsiz köçürmə, kriptonun konvertasiya edirsən dollara, öz ölkəvin puluna kartı istifadə edirsən və s. və s. və s. Hamısı da presitdə deyil ha, siddədir və ya AB şeyindədir, səviyyəsindədir. Bəli. Bu fintechlərin birini Azərbaycanda eləmək istəsən, sən heç bir bankdan dəstək ala bilməyəcəksən. Görüş ala bilmərsən. Görüş ala bilməzsən. Biz bir formada alırıq görüş, keçmiş nə bilim işlərimiz, tanıyırlar və s. 23-24 yaşını, lap 19 yaşında artıq yaşın da bir əhəmiyyəti qalmayıb. Bəli. Əla təhlükəsiz proqramlanması olan, çox protokolları çox yaxşı öyrənən, standartları çox yaxşı öyrənən 19 yaşında gənc gedib çıxa biləcəyimi banklara? Yox. Tutaq ki, bizim bir startapımız var, birlikdə işləyirik. Bu fintechdir. Bəli. Mən onu düşünürəm ki, mən bunu banka necə təklif edəcəm ki, çünki burada belə bir söhbət oldu. Mən danışanda daha doğrusu Azərbaycanda bir nəfərlə, o mənə dedi ki, bank sənə, özü bankda işləyən adam idi. Dedi ki, bank buna baxacaq, onun resursu səndən çoxdur, özündə eyni cür eləyəcək. Bax, qaldım belə. Bu isə, fintech isə banksız işləyə bilmir. Problem ondan deyərdi ki, sən bank təşkilatı olmadan, arxanda bank olmadan bir ödəmə, köçürmə və ya nə bilim hər hansı bir kart məlumatlarından ibarət olandan nəsə bir data verməyin, datanı elmə çevirməyi sən heç nə edə bilmirsən. Çünki sən ora bağlı, amma ora da çıxa bilmirsən. Misal üçün, biz Azərbaycanda hansı bankın innovasiya şöbəsinə yazsaq ki, bizim Green Public adlı startapımız var. Biz hər əməliyyatdan Green Public-də ağac əkmə şeyini aparırıq, donatını eləyəsək. Adam çekində görsə ki, elədiyi ödənişdən, çıxan çekdən onun ağac əkiminə özə pul bizə gəlmir ha. Pul birbaşa Ekologiya Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma İdarəsi, Nəbatət Bağı və ya hansısa X bir təşkilata gedir də. Yəni dövlətin təşkilatına gedir. Mən bununla bağlı kimdən danışmalıyam? Biz Əli ilə bərabər oturmuşuq belə, fikirləşirik ki, biz kimə deməliyik bunu ki? Başlayacaqlar, data təhlükəsizliyi belə getdi. Dark Web-də Azərbaycan banklarının şeyləri var. Düz indi girib almamışam, çox baha qiymət qoyublar. Dark Web-də yazıblar filan bank, filan illəri arasındakı məlumat, 3 milyon fin kod və nömrə və ad. Dark Web-də satırlar. Bas al. Yəni biz məsələn Burada data təhlükəsizliyi. Yox, yəni burada məsələ ondan ibarətdir ki, komanda oyunu yoxdur. Bax biz hamı fərdiyyətçidir deyə. Misal üçün bir şirkətə deyirsən ki, belə bir layihən var, bəlkə birlikdə edək. Əgər o şirkət sənə tanışın deyilsə, o bir mənada sonra deyir ki, mən buradan nə qazanıram? Okey, biznes deyə qazanırsan da. Amma sən görürsən axı, bu təzə çıxıb da. Bu sən bəllidir ki, bu təzə çıxıb. Bir kredit limiti ver ki, dostum, tutaq ki, misal üçün tutaq ki, 5000-ə qədər mən səndən heç bir pul almıram. 5000-dən yuxarıda 0.5% alıram. Sən nə qədər rahatlandıra bilər iş görmək üçün. Mən təkcə Green Public-a öz layihəmizə görə demirəm. Yəni ki, aşağı-yuxarı bu layihə zaten bir yerə gəlib çıxacaq və hansısa formada bir şəkillənəcək. Yəni, bizimlə paralel Azərbaycanın startup ekosistemində olan, nəsə iş görmək istəyən və yekunda ortada iş olmayan bir nəticəyə gəlib çıxırıq. Startup şəhadətnaməsi Kobian saytında kimlər startup şəhadətnamələri alıblar, onların siyahıları var. Siyahıya oturdum, baxdım, indiyənə qədər bizə qədər 120 yoxsa 125 yaxın startupa şəhadətnamə verilmişdi. Məsələn, mənə çox maraqlıdır ki, o şirkətlər indi nə edirlər? Çünki orada 3 il gəlir və mənfəət vergisindən azaddır. Məsələn, mənə maraqlıdır, niyə 3 il? Bir startupın böyüməsi üçün 3 il şeydirmi, kifayətdirmi? Bəlkə 5 il olmalıdır, bəlkə 10 il olmalıdır. Çünki bir startupın
ancaq xoda düşməsi 3 il alar. Bizdə 1 il tamam olub, 1 ili keçmişik. İndi görüşlərə gedirik də. Yəni ilk pulumuzu indi təzə qazanmağa başlayacaq. Elə təzə gəlirə çıxmağa başlayanda bir görəcəksən, dadank, qardaş, bəs vaxtın bitib, sən vergiləri ödəməlisən. İndi mənim maraqlı o şirkətlərin, startap şəhadətnaməsi alan şirkətlər nə edirlər? Misal üçün, belə bir variant edirlərmi? 3 ilin tamamında şirkəti bağlayırlar, təzə şirkət yaradırlar, təzə startap şəhadətnaməsi alırlar. Bir də bir sənlə keçən dəfə oxudum, qəribə gəldi. Bəlkə təfərrüatlarını sən bilərsən. Kobilərə mi, nəymi, yeni bir qərar çıxdı və 3 il müddətinə yoxlanışlar, 2 il müddətinə yoxlanışlar. Yoxlanış niyə dayanmalıdır ki? Mənim əgər çepəm yoxdursa, yoxlanış dayanıb, bilsən, biraz pis səsləndir. Get, bu o deməkdir ki, nə qələt edirsən elə deməkdir. Yox, bu o deməkdir ki, mənim ağlıma batdı, gedim əlinin şirkətini yoxlayım, eləyə bilmərəm. Gəlsin yoxlasın, nə var ki? Yox. Sən əgər düz işləyirsən belə, səni gəlib yoxlayanda şey tapır. Neqativə çevrilir. Yəni anladım. Ümumi marağı, şəxsi maraq, ümumi maraqlardan üstün gəlməyə başlayır. Çünki yoxlamağa gələn adamın səmimiyyəti sual işarəsi altındadır. Ona görə dövlət deyir ki, əgər bununla bağlı misal üçün də vergi gizlətməsi, adam nəsə bir cinayət işi ilə məşğul zat deyilsə, sənin onunla nə işin var? Çünki kütləvi surətdə sadəcə anladım təfərrüatlar. Yes. Belə bir yoxlanışlar vardı. Amma əslində bir tərəfdən yaxşıdır. Spontan yoxlanışlar dayanır, ancaq keçir. Ancaq ehtiyac varsa, məsələn, kiməsə şey verirlər, xronometraj vururlar. Bu adamın göstərdiyi pulla nəsə belə bir şeyi var. Mən məsələn tərəfdarı olardım ki, bu 3 il gəlir və mənfəət vergisi 3 ildən artırılmalıdır. İkincisi, düşünürəm ki, məsəl üçün də biz indi şirkətə direktor təyin eləməliyik, ona maaş verməliyik. Amma bizim heç bir gəlir və mənfəətimiz yoxdur. Və biz həm də ona direktor təyin elədiyimizə görə maaş verəndən sonra DSMF ödəməliyik. Sual, mən pul qazanmamışamsa, mən hələ investisiya və ya nə bilim dövrə eləməmişəmsə, bu pulu necə ödəyim maaşı? Söhbətgahda məcburi 3 nəfərik biz. Yəni qanuna bax, bəlkə mən təkəm. Bəli, və məsələn mən daha çox vergi ödəyirəm. Avtostopdan 2 nəfərdə Avtostopda şey var. Zaten avtostop ədəbi ödəyicisidir. Orada problem yoxdur. Fərdi sahibkar Tural Yusifov çox vergi ödəyirəm. Çünki mən əlavə 2 dənə işçi götürməmişəm. Əlavə 2 dənə işçini nə edirəm mən orada? Mən orada sifariş mənə gələnə ki, bunu çəkmək lazımdır, onu eləmək lazımdır çəkirəm də. Bu, yəni il ərzində ən çox dəyişən məcəllə bizdə vergi məcəlləsidir. Mən düşünürəm ki, vergi məcəlləsində buna dəyişiklik olunmalıdır. Yəni adam tək işləyir də, fərdi sahibkardır. Hə, səndə şübhə yaradır ki, bəlkə yalandan bunu eləyiblər. Gedim yoxlayım, get yoxla. Yəni gəl gör Tural Yusufovun bu qədər dövriyyəsi varmı və ya bu qədər pul qazanırmı? Bəlkə şeydən qaçmaq istəyir. Özə tək qaydada fərdi sahibkar büdcədə nə qədər təsir faizinə malikdir, gəlirlilik baxımından. Bəli. Yəni məsələn burada Dubai internet sitəsidir də. Bizim gördüyümüz nədir? Gördüyümüz ki, hamını bir yerə yığıblar. Bankını da, Oracle-ını da, Sony-sini də, Microsoft-unu da, Google-unu da hamısını yığıblar bir yerə. Bütün şirkətlər burada təsis olunur. Burada işini görür, bank işini də burada görür, vergi işini də burada görür. Zaten burada vergi yoxdur. Avtomatik şey deyirdin ki, burada ağac əkmək artıq ekosistemi dəyişməyə başlayıb. Bəli. O şirkət qurulması da ekosistemi dəyişməyə başlayıb. Məsələn, dünən biz bir neçə vəkillə tanış olduq. Bəli. İordaniyaya gəlirsənsə, al, mən vəkilin ola bilərəm, şirkət aça bilərsən. Şirkət açmaq istəyirsən, al, mənə exit eləmək istəyirsənsə, exit elə pulumu daşıyacaqsansa, al. Ekosistem özün yaradır. Mən bu fonu gətirib Bakıya qoyuram. Necə çətindir? Halbuki şəhər olaraq təhlükəsizlik əla, kirayələr bura nisbətən çox aşağı, taksi bura nisbətən çox ucuz, yemək bura nisbətən amma burada heç bir vergi yoxdur. Bax burada vergi yoxdur. Biz gəlir və mənfəətdən azadıq. Bunlar ümumiyyətlə vergidən azadlar. Digər məsələlər artıq bürokratikdir. Mən bu adamları necə dartacam bura? Bəli. Yəni mən bir sahibkar olaraq və ya startuper olaraq düşünürəm ki, indi mən Green Public-a buradan gedəndən sonra Bakıya qayıdanda mən direktor qoymalıyam. Mən amma direktora maaş verməliyəm və vergi ödəməliyəm. Sual yaranır. Axı mən qazanmıramsa bunu niyə verim? Məsələn, vergi məsələsində belədir ki, dövriyyən yoxdursa,
boş bəyannamə göndərsin ki, dövriyyəm yoxdur. DSMF-də isə istənilən halda ödəməlisən. Arkadaş, mən pul qazanmıram. Və ya mən ona maaş vermək üçün qazandığım pul var ha. Yəni daha doğrusu qazandığım yox. Hardansa investisiya alıram və ya bankdan kredit götürürəm. Mən onu götürüb təzədən DSMF-yə verirəm. Elə mən düşünürəm ki, startaplar bütün vergilərdən azad olmalıdır. Necə ki, elektrik avtomobili heç bir vergi ödəmir. Elektrik avtomobilinin əskiyimiz yoxdur ki, olsun bateriyamız yoxdur. Amma biz daha çox faydalıyıq da. Ən azından elektrik avtomobilinin bateriyasının utilizasiyasından məsələ alıb problem var ölkədə. Dünyada yox, ölkədə problem var. Mənim ki, utilizasiyamla bağlı problem yoxdur. Yəni məncə Azərbaycanda startap, yəni sektora həqiqətən təsir edə bilən startaplar bütün növ vergilərdən azad olunsa, sektor inkişaf eləyər. Yəni bu o demək deyil ki, mən X bir şirkət yaradacağam, buradan çikli pulları yiyəcəm, bu startapdır, yox ha. Təbii ki, planışdan keçmiş, dəyər yaradan, ki əsas məsələ orada dəyər yaratmaqdır. Dəyər yaradan, bir dəyəri olan bir şeylərə vergidən niyə azad etməyib bu cür ekosistem yaradılmasın? Yəni bura elə bir ki, Ağşəhərin bir balaca bir hissəsi kimi düşünün. Böyük şirkət, Microsoftun Azərbaycanda nümayəndəsi var. Oracle var. Bütün şirkətlər Azərbaycanda var da, aşağı-yuxarı. Yəni müzakirə çox olunmalı deyə bax, İnnovasiya Agentliyini ən az 5 dəfə mən yazmışam. Mən özüm şəxsən ən az 5 dəfə yazmışam. Gəlin. Bir qonaq tapa bilmirəm. Gəlin, daha da gəlin danışaq. Məsələn, mənə çox maraqlıdır. İnara xanımla indi bir vəzifə dəyişikliyi oldu da. Okey, məhrəm qalsın hər şey. Tam olaraq bundan əvvəl ayrılan büdcə və s. nələr oldu? Nə çıxdı? Nə üstünlüklər? Axı həftəlik ya da aylıq newsweeklər paylaşmaqla bildimə qəşəng şeylər gedir, amma sektorda nəsə dəyişir. Bax biz əlinin demək istədiyi əslində budur. Sektorda nəsə dəyişir, amma biz nə dəyişdiyini bilmirik. Bilmirik. Hiss eləmirik onu. Biz bilmiriksə çox adam bilmir. Çox adam bilmir. Yəni onlar orada nə edirlər ki? Bax bu sual var ha. Məncə burada kommunikasiya məsələsi var da. Yəni verilişə gəlib danışsaq, misal üçün mənə çox maraqlıdır ki, Azərbaycan böyük holdinqləri il ərzində startapa nə qədər pul xərcləyiblər və bu startaplardan real olanı onlara nə qədər ROI verib və ya nə qədər ROI verəcək. Misal üçün mənim maraqlıdır ki, SOCAR-ın illik büdcəsində startaplara nə qədər pul ayrılıb və bu startaplara ayrılıbmı? Ayrılıbsa o startap hardadır və SOCAR-a nə qatıb və ya SOCAR-ın dövlət şirkəti olduğuna görə dövlətə nə dəyər qatıb? Dəyər maddiyyatla ölçülməyə də bilər. Yaratdığı ümumi ictimai dəyər də ola bilər. Sosial sahibkarlıq dediyimiz bir məsələ. Green Tech-lərin ən böyük dünyadakı dəstəkçisi neft şirkətləridir. Bəli. Məsələn, bu zonada ən böyük dəstəkçisi Aramco-dur. Bəli. Heyvan qoruma dərnəklərinin ən böyük dəstəkçiləri IKEA kimi meşə qıranlar, ağac qıranlardır. Bəli. Geyim istehsalçılarıdır. Bəli. Bütün bu məsələlər yəni müzakirə olunmalıdır və biz sadəcə olaraq belə hamı orada öz işini görür, hərdən bir dənə foto. Bir dənə də Singapurda güllü şortikdə çəkilir. Singapurdan güllü şortik. Çox çətindir adam tapmaq bu məsələləri müzakirə etmək üçün, hesabatlılıq üçün və hesabatlıq önəmlidir əslində. Başqa bir məsələ də var. Biz okey, nə bilim X nəsli, Y nəsli, boomerlar, onsuz da Sovet vaxtında bizə heç nə deməyiblər. Sonra o bir şeylərdə də deməyiblər. Bizi başa düşdü. Bu Z-lə alfaya nə olur? Bu Z-lə alfa niyə? Məsəl üçün LinkedIn-də status yazmırlar ki, ay qardaş, bu işləri, kommunikasiyanı necə quraq? Gəlin Fazidə görüşək, gəlin nə bilim, sabah Starbucks. Onlar da eləmirlər. Oğlum, mən sənə bir şey deyim. Biraz ümidsiz kimi görünmək istəmirəm, amma bu dediyimiz kimi də, məsələn, hansı banka yazmalıyıq? Bankın hansı şöbəsinə yazmalıyıq? SOCAR-ın hansı şöbəsinə yazmalıyam? Nə bilim, hansı investora yazmalıyam? Bu investorlar kimdirlər? Sən axırıncı dəfə B2B görüş zamanı pitch deck eləməliydin. Bəli. Sən çıxıb orada danışmalıydın, çıxdın danışdın. Sənə rəy verən kim idi? Background-u nə idi? Nə bilim.
Məncə elə o problem odur da. Yəni mən kiminlənsə görüşürəm burada. Orada 2 də Azərbaycanlı var idi. Bizdə yola verdilər. Türklər öz-özlərinə sual verir. Nardan nəsə parça düzəldən qız var idi. Ona nar qabığından çoxlu şalvar sual- düzəldən. Şalvar. Ona çoxlu sual verdilər za. Hə. Bilməm və türklər idi. Türklər öz-özləri ilə ingilis dili danışırdılar niyəsə. Absurdizmdir. Yəni burada ərəblər bir-birləri ilə ərəb dili Dildən danışırlar. Fərqi yoxdur İordaniyadan, ləhcələrin bir formada uyğunlaşır. Bəli. Türklərlə ingilis dili danışırlar. Hi, how are you? I'm fine. How are you? I'm fine. Where are you from? Turkey. Nə haber? Türk müsün? Yes, I am from Turkey. Bu nə deyir? Bu nə? Burada danışırsan, sən Maskeli balo türklər deyir. Sonunda yaxşı ki sevişmə olmadı. Yəni o maskeli balon şeyi oydu axı. yəni demək istədim odur ki, sən burada görüşəndə kimlənsə, açırsan deyirsən, burada bir background var da. Yəni deyirsən mən bundan görüşə bilərəm. Sən çıxış elirsən, qarşındakı adamın backgroundunu bilmirsən. Bu adam sənə çıxış elirsən, misal üçün sən olaraq deyirəm də. Mən çıxış eləyəndə onlara dinləyənlərin reaksiyasına baxırdım. Çünki ondan qabaq mən WhatsApp Lissabondan gəlmişdim. Belə oturub. Bu adam burdadır, bədən dili ilə adamı ignora qoymusan. Niyə? Qeyd aparmırsan. Niyə? Azərbaycanın ən böyük texnologiya və innovasiya tədbiri ki var, sonuncuda tətbiqi işləmirdi. Tətbiqlər işləmirdi. Öyrənəcəyimiz çox şey var, Əli. Gəncləri buralara göndərmək lazımdır. Məncə bura göndərməyəsən. Yəni 19-20 yaşlı uşaqlar buranı gəlib görürlər. Fintechlə danışırsan. Burada nədir biz yaxınlaşdığında ki, səndə necə işləyir? O da başlayır ki, bu danışma, fizikavı dəyişirsən. Sonra sən nə vaxt ağlıma gəlir ki, belə bir şey var. Düz bizim stendimizin yanında Hindistanlı startap idi. Onlar nə edirdilər? Sən ideyanı danışırsan ona, sənin üçün pitch deck hazırlayır. Dizayn taksibi, yəni belə də, yəni Əli dizayn eləyəndə çox yaxşıdır. Əlinin dizayner təhsili yoxdur ya. Yəni dizayn belədir. Amma $2000 satır deyə. $2000 bir pitch deck $2000 satırdı. İdeyadır mı? İdeyadır. Azərbaycanda nə qədər dizayner var. Amma Azərbaycandakı dizayner desən ki, pitch deck elə, nə bilim falan elə. Tək gələ bilməyəcəkləri, bilsən, o gənclərin əlinin altında o qədər pul yoxdur. 3-4 min pul xərcləməyəcək bura. Bəli, bura 3 günlük gəlsə rahat 5000 manat xərci çıxacaq. Bəli. Rahat. Bəli. Hər şey baha, taksi baha, yemək baha, Otel baha. otel baha. Necə gəlsin? Təyyarə baha. Dövlətin bu şeylər üçün fondu olmayacaq. Məsələn, mən Miles'dan gəlmişəm. Mən bir Dubaya şeyinə biletə pul verməmişəm. Mən millərimi yemişəm, milimlə gəlmişəm. İndi sual yarandı. Mən milimlə niyə gəlməliyəm? İndi sual verəcəklər ki, bilmirəm, mən akartın dəstəyi ilə gəlmişəm. Akartla mən burada ödəniş edirəm bu ara. İndi sual verəcəklər ki, sahibkarsan, sən bu investisiyanı eləməlisən. Mən onsa zaten mənim bu Dubay və Dohada olmağım özü bir investisiyadır. Amma məsələ ondan ibarət ki, sən o özündən başqa kənardan da investisiyanı cəlb etməlisən. Məncə bizim ölkədə o investisiyanı cəlb edə biləcəyin nöqtə var ha. O nöqtə yoxdur. Məsələn deyə bilərlər ki, filan akselerasiya proqramı var, filan nə bilim inkubator var, filan nə bilim venture fond var. Var. Bilirəm var. Amma mən buradakı kimi orada mən şey eləməyəcəm. Yəni mən 2 nəfərlə görüşmüşəm Azərbaycanda. Hə, yaxşıdır. Əla. Və vəssalam, yaxşıdır, əladan başqa heç nə eşitməmişəm. Yəni gəl danışaq, söhbətləşək. Ola bilsin ki, mənim biznes modelim zəifdir. Sən də ki, mən sənə bu biznes modelini təklif eləyirəm. Razısansa gəl bununla gedək. Gəl sənə hüquqşünasından danışaq, bir müqavilə formasını eləyək. Gəl prinsipial razılığa gələk. Hal-hazırda biz indi dövlət orqanları ilə danışırıq. İlkin razılığımız var, 1-2-3 təşkilatla var. Mən bunu, biz indi GPay ödəniş sistemi GPay-dədir. Bir başqa bir ödəmə şirkəti ilə danışanda deyir ki, əla ideyadır, amma bizim bunu eləmək üçün heç vaxt кейsimiz olmadığına görə belə bir müqavilə formamız yoxdur. Ona görə biz sizlə işləyə bilməyəcəyik. Bizdə Agile-dır, biraz uzanacaq. Nə bilim, indi biraz da qəribə gəlir. Adamlar elə bilərlər ki, biz buna görə danışırıq ki, Green Public Azərbaycanda investisiya cəlb edək. Azərbaycanda bizə investisiya lazımdır. Azərbaycanda dövlət orqanları ilə yaşıllaşdırmanın müqavilələri lazımdır ki, yavaş-yavaş bunu edəcəyik. Amma mənim çox maraqlı ki, mən məsələn Gəncənin icra hakimiyyətində kimə müraciət etməliyəm ki, mən bu startapı ona göstərim
bir, o mahiyyəti başa düşsün, anlasın, başçıya məruzə eləsin düzgün formada və ya başçı ilə məni görüşdürsün. Qərar qəbul eləsin və desin ki, hə, yaşıllaşdırmada cəmaatdan biz də bu donatı ala bilərik. Mən bax o hissədə ilişib qalıram. Mən onu izah edə bilməyəcəm. Məncə şey deyə, bu şikayətlənmə də olmalıdır. Bilsən, mən bir müdürüm var idi, gələndə görüş həmişə deyirdi ki, yaxşı şeyləri başa düşdüm, düz eləyirsiniz, nə eləməlisiniz də. Problemlərdən danış görüm, nə problem var. Tərif biraz artıq demodə məsələdir. Biraz bu məsələlər müzakirə olmalı və təcrübə bölüşmə. %100, yəni mən məsələn tutaq ki deyirəm bir Beyləqanın icra hakiminin. Mən Beyləqanın icra hakimindən təqdimat keçirdirəm Green Public-la bağlı. Təsəvvür eləyib belə bir şeydə. Gülməməliyəm. Mənim başa düşüləcəyinə inanmıram. Bəlkə də bizdə Azərbaycanda inamsızlıq məsələsi var. Mən gənc icra hakimləri var da, onlar tərəfindən başa düşüləcəyimə 50% inanıram. Parniz Bakum bir dənə səhnəsi var. Cavan uşaqdır, nə tez pozuldu bu. Yəni təzə icra hakimiyyətinə işə gəlir və köhnə icra hakimi bunu şey haqqında səhnədir. Deyir, tez pozuldu. Mən 50% gənclər tərəfindən başa düşüləcəyimə inanıram. Amma mən X bir icra hakimiyyətinə məsələn başa düşüləcəyimi bilmirəm. Yəni bilmədiyimə görə ora da getmirəm. Mail yazsam, mailma cavab verəcəyimə inanmıram. Ki, mənim cavab verərlər, yoxsa yox. Eləyərlər bunu, yoxsa yox. Yəni, mən Qarabağ Dirçəliş Fonduna yazdım layihəmizlə bağlı. Gəldilər, oturdular. Adamlar axı donate yığırlar da, zaten elə bunun üzərindədirlər. Nəsə, layihə haqqında danışdıq falan. Elə suallar verdi ki, vizyonum açıldı mənim. Bu sualın, o sualın cavabıdır. Mən app'in içərisində yenidən tətbiq etməyə başladım. Biz növbəti mərhələdə təbii ki, işimiz işləyəndən sonra Dirçəliş Fondu ilə də əməkdaşlıq edəcəyik. Belə sualı verən adamın Bakıda, Azərbaycanda hansı icra hakimiyyətində olacağı məni maraqlandırır ki, məsələn, Siyəzənin icra hakimiyyətinə getsəm, mənə bu sualı verərlər. Söhbət orada mənim kontrakt alıb almamağımdan getmir ha. Sual bizim vizyonumuzu açır, layihəni inkişaf etdirir. Bəlkə oradan da bu işləmir. Düzgün sual, düzgün cavabdır da. Bəlkə də oradan Qarabağı birlikdə yaşıllandırma prosesinin bir parçası da ola bilər də. Hə də Ağdamın yaşıllığı məsəl üçün bir yerdə yaşıllandıraq da Ağdamı. Hə də. Yəni bu təkcə dövlət büdcəsində güc olmamalıdır da. Okay, prezidentin xüsusi nümayəndələri var Qarabağ üzrə. Onlara bunu izah edib, danışıb, bunu almaq olar. Orada mən problem görmürəm. Mənim problem gördüyüm yer məsələn Siyəzən, Siyəzənin yaşıllaşdırılması üzrə. Siyəzən icra hakimiyyətində mən mailima cavab verəcəyini ümid eləmirəm. Bax o bəlkə də Azərbaycanda startapların dayanma nöqtəsi oradır. Yəni sən orada bir yerdə dayanırsan ki, mən başa düşəcəklər ümumiyyətlə. Mən burada niyə başa düşürəm? Başa düşülürəm mən ümumiyyətlə. Sən deyirsən izah edə bilirəm. Yəni sən deyirsən izah edə bilirəm deyəcəksən ona. Amma bari baxacaq deyəcək ki, o qədər başa düşmürlər. Adam onu deməyə məcbur olur. Ki yəni problem məndədir. Dilə oturub, bildin. Deyirsən yəni problem məndədir. Mən nəsə izah eləyə bildim sənə. Normal adamla da danışanda deyirsən izah edə bilirəm onu deyirə də. Bizim bir müəllimimiz var idi universitetdə. Biz mühazirəni dedi qutardı. Biz mühazirə bitdi. Qartik sualı olan var. Heç kim əlini qaldırmadı. Deyir ki, Nurşavan Səfərov orta əsrlər tarixindən dərs deyib bizə. Keçmiş Milli Terrorist Şurasının sədri. O mənim müəllimim oldu. Məni imtahandan azad eləmişdi. Çünki seminarlarda aktiv olduğuma görə, kurs yaxşı yazdığıma görə. O imtahana girməmişəm mən. Yəni imtahandan azad edim. Nurşavan mənim danışdı. Heç kim əlini belə qaldırmıyor. Deyir ki, burada iki şey var. Ya siz heç şey başa düşməmisiniz? Ya da mən hər şeyi başa salmışam. Ya da mən hər şeyi başa salmışam. Sadəcə onun orasını tuta bilmirəm də. Yəni belə bir şey var. Mənim Nurşavan müəllimin çox maraqlı bir şey vardı. O dərsə girəndə telefonunu söndürüb dərsə girirdi. Nümayişkarına surətdə göstərirdi. 90 dəqiqədir. 90 dəqiqə. Özünə və dərsinə qoyduğu hörmət. Bəli, müəllimin dərsinə qoydu. Orta əsrlər tarixini keçirdi bizə. Yəni bizdə elçilərdə dərslərdə telefonlar söndürülüb yığılmalıdır. Yəni iş adamısan, dostum. Sorry da 2 saat
bir şey olmaz səndə. Ya yadıma gülməyə bir dənə əhvalat düşdü INS-də. Gələndə axranada telefonu təhvil verirdin. İçəri telefonsuz girirdin niyəsə görə. Harda? INS-də işləyəndə. INS-də, hə. Qoyurdun mühafizəyə, getdin. Yəni şirkətdə sənə mesaj yazdılar falan oldu. Yəni yarım saatdan bir çıxmalısan. Bir dənə telefonumu ver də mənə. Baxım görüm kimsə verir. Belə qəribə bir situasiya var idi. Amma onun başqa bir şey var idi. Bir də gördün o iclasdır. Nə iclasdır? Başladılar telefonlara baxmağa ki, sən bu qədər maaş alırsan, bu telefonu necə almısan? Sən bilirsən ki, biz INS-də gəlir deklarasiyası doldurmuşuq. Adva ev varmı, maşının varmı, Atom tərəfindən sənə nəsə verilibmi? Yəni maaş və nə bilim gəlirlər, məmuram ola mən. Yəni Besim Tibük var Türkiyədə liberal. bir tərəfdən yaxşıdır ya, amma bir tərəfdən də Liberal partiyasının başım qurucusudur. Türkçüdür. Nə bilim ultra belə türkdür də. Atatürkə də qarşıdır ki, niyə o CHP ilə sol gətirib. Belə qəribə bir tipajdır. Şey yapar. Öz kanalı da var. Orada liberal dəyərlərdən danışır. Bəs kanal işçisi ilə danışır. Kanal işçisi deyir ki, hocam ben de Kürdüm. Böyle bunu kim aldı lan işe diye. Şeydi Vahit benim de yokluyurmuş ki şey eləsin. Yəni də, yəni telefonun markası adam kreditdə götürə bilər, valideyn də verə bilər. Sən ona sən müdirə niyə görə hesabat verməlisən ki, sən bu telefonu hardan almısan? Adam özündən biraz əmin olmalıdır. Yes. Və bizim də məncə bu bizə göstərilməyən idam sən işçiyə inanmır INS. Investor startupera inanmır Azərbaycanda. Sən yanına işçi gəlir, banka işə götürdüyün adama inanmırsan. Yekunda kütləvi bir inamsızlıq var. Heç kim inanmır. Və hamı elə bilir ki, bir-birindən oğurlayacaqlar. Və ona görə o deyir ki, birinci mən oğruyum. Mən oğurlanmış şeyində, mövqeyində olmayım. Yəni mənim o Azərbaycanda diyaloqlara girdiyimdə gördüyüm odur da. Yəni adam elə bir ki, kreditini mənim hesabıma bağlamaq istəyir. Nikonun çənədə dediyi məsələ var idi. Elə bir cındırsadıq. Hə, hiss ol, elə bir cındır. Bax, o bilsən niyə bizim hamımızda belə çox yayıldı? Hə. Çünki hamı elə hiss elətdirir. Hamı bir-birini elə hiss elətdirir. Yəni elə bir cındır amma. Elə bir cındırsadıq. Hə, hiss oldu. Mete'yə bilirsən sən. Promete'yə sən gelib ki. Mete sən bu YouTube'dan zaten başın çıxır. Biraz cındır yazanda mənim videom gəlir. Amma yerində deyilmiş bir mem olmuş bir Super. ifadədir də. Yəni mem olmuş bir ifadədir. YouTube tariximizin top 3-ündən top 3 şeyin atmacasından biridir. Halal olsun. Hə, əslində isə hamının dilində olan bir şeydir də. Danışır da cındır adam olasan, niyə görə məni aldatmağa çalışırsan? Mən ən çox deyir ki, sənin bu hərəkətin mənim zəkamı təhqir eləməkdir. Yəni sən elə danışırsan ki mənlə, elə bir mənim zəkamı təhqir eləyirsən də. Yəni sən niyə oğurlamağa çalışasan? Cəlal Şəngərin kitabının adı nə idi? Sənin cahilliyin mənim həyatımı etkiləyir. Bax belə bir söhbətdir də. Yəni sən niyə görə belə bir şey eləsən? Yəni ona görə bu tərəf bir-birinə inanmır. Yekunda iş yoxdur. Ona görə mən inanmıram ki, məsələn, siyasətin icra hakimini mən izah edə bilim ki, Green Public nədir və siz burada nə edəcəksiniz? Görüşərik. Qismət olsun.